ekvipotensial səthlər. Bax, dərsin adı belədir, bax. Ekvipotensial səthlər. Ekvipotensial səthlər. Tərfi də belədir. Bərabər potensiallı səthlərə ekvipotensial səthlər deyilir. Bərabər potensiallı səthlər, ekvipotensial səthlər adlanır. Məsələn, tutaq ki, burada bir nöqtəvi yükü var. Hesab bir müsbət yükdür. Yükdən müəyyən məsafədə var. Mərkəzi yükün mərkəzdə olmaq şərtlə belə bir çevrə çəksək, çevrənin üzərindəki bütün nöqtələrin fi potensialları bərabər olacaq. Bu üstüra görə bax, fi bərabərdir K bölünsün, epsilon görürsünüz. Məsafəsi hamısında eynidir deyə bütün nöqtələrin fi potensialları eyni olar. Buna biz ekvipotensial xətt deyə bilərik də burada. Bu da başqa bir dənə ekvipotensial xətt, başqa bir ekvipotensial xətt. Müstəvi üzərində olsa ekvipotensial xətt olar, amma fəzada olsa olacaqdır ekvipotensial səth. Məsələn, bir mərkəz götürək. Mərkəzdə yük olsun, kürənin mərkəzində, sferanın mərkəzində yük olsun. Müəyyən məsafədə sferanın səthin bütün nöqtələri mərkəzdə eyni məsafədədir də. Deməli, sferanın səthin üzərindəki bütün nöqtələrdə fi potensialı eyni olacaqdır. Burada potensial məsələn P1 olsun, burada potensial P2 olsun, burada potensial P3 olsun. Bunlar olacaqdır, fəzada olsa bunlar olacaq ekvipotensial səth. Deməli, nöqtəvi üçün ekvipotensial səthləri müstəvi formasındadır. Yəni deyil, sfera formasındadır. Nöqtəvi üçün ekvipotensial səthləri sfera formasındadır. Əgər məsələn sahə bircinsi olsa, belə bircin sahə olsa, yerdəzi vektorlar bir-birinə paraleldir. Bunlara perpendikülər bir müstəvi götürsək, bu yerdəzi vektoru belə yönəlibdir. Perpendikülər bir müstəvi götürsək, bu müstəvi üzərində bütün nöqtələrin fi potensialları eyni olacaqdır. Fəzada bu olacaqdır müstəvi formasında. Yəni birinci sahədə ekvipotensial səthlər müstəvi formasında. F1 potensialı səth, F2 potensialı səth, F3 potensialı səth və s. Göstərməli, nöqtəvi yükün elektrik sahəsində ekvipotensial səthlər sfera formasındadır. Birinci elektrik sahəsində ekvipotensial səthlər müstəvi formasındadır. Aydın oldu mu? Bu ikinci qaydası. Üçüncüsü bu da var. Y istiqamətində, Y intensiv vektor istiqamətində, belə görürsünüz. Y intensiv vektor istiqamətində fi potensialı azalır. Y istiqamətində fi potensialı azalır. Məsələn, burada Y müsbət 3-dən uzaqlaşır. Ona görə fi1 nöqtəsinin, bir nöqtəsinin potensialı, bir səthin potensialı 2-dən böyüdür, 2 də fi3-dən böyüdür. Burada da fi1 fi2-dən böyüdür, fi2 işte bu Y istiqamətində fi potensialı azalır. Bir də belə bir şey var burada, Y'lər filərə perpendikulyardır. Burada Y intensiv vektorudur, bu da səthdir, bu radius boyuncadır, bu da səthdir. Ona görə radius səthdə həmişə perpendikulyar olur, toxunanda perpendikulyar, bu 90 dərəcəyə əmələ gətirir. Y ilə səth arasında qalan bucaq neçədir? 90 dərəcədir. Burada da Y istiqaməti belədir, burada ekvipotensial səthdir, burada əmələ gələn bucaq nədir? 90 dərəcədir. Deməli, yekunlaşdıraq da, belədir, nöqtəvi üçün ekvipotensial səthlər sfera formasındadır. Birinci elektrik sahəsində ekvipotensial səthlər müstəvi formasındadır. Y intensiv vektor istiqamətdə fi potensial azalır və axırıncısı Y intensiv vektoru fi ekvipotensial səthlərə perpendikulyardır. Belə buradan bir də buna əsaslı bir test eləmək istəyirəm. Çox işlədilən testdir və həmişə bu dərsi həm də başa düşmək kömək edən nədir? Testdir. Deməli, iki yük götürülür. Biri müsbət nöqtəvi yük olsun, biri də mənfi nöqtəvi yük olsun. Müsbət yüklərin Y intensiv vektoru uzaqlaşaraq gedir. Bu xətt üzərində 2 dənə nöqtə götürürüm, 1, 2. Və bu nöqtələrin Y'lərin müqayisə eləsəm, Y1 böyük Y2 olacaq. Yükə yaxın nöqtədə intensivliyin modulu uzaq nöqtədən nədir? Böyük olur. Yükdən uzaqlaşır, intensivlik vektorun modulu azalır. Y bu istiqaməti yönəldiyi üçün burada F1 böyükdür, F2 olur. Əgər mənfi yükdə Y intensiv vektoru yükə tərəf yönəlir. Bura 1 nöqtəsi olsun, bura 2 nöqtəsi. Burada da deməli, yükə yaxın nöqtədə intensivliyin modulu böyükdür. Yükün işarəsi müsbət, mənfi olması asıl olaraq yaxında Y-in modulu böyükdür, uzaqda Y intensiv vektorun modulu ondan kiçikdir. Və Y intensiv vektoru belə sağdan sola yönəldiyinə görə F2 potensialı, F1 potensialını böləcək, biləsiniz. F1 potensialı F2-dən azdır və ya F2 böyükdür F1. Y istiqamətində F azalır. 2-dən 1 istiqamətində
potensial azalır.